Bir qartopu düşünün və bu qartopu yuvarlandıqca böyüyür. Eynən insanın travması da belədir ki, zaman keçdikcə, vaxt keçdikcə o artıq insana əziyyət verməyə başlayır. Onun bədəninə və ruhuna yük olur. Bəzən insanın həyatında onun bağışlamadığı insanlar, deyə bilmədiyi sözlər, ifadə etmədiyi duyğular, bastırdığı düşüncələr, çözə bilmədiyi problemləri ola bilər və boş stul texnikası bu barədə sizə kömək edəcək. Boş stul texnikası nədir? Boş stul texnikası psixoloqların, psixoterapevtlərin istifadə etdiyi bir texnikadır ki, sizin çözə bilmədiyiniz, aradan qaldırmadığınız, belə deyək ki, düşüncələr, duyğular, bağışlamadığımız insanı xəyalən onunla diyaloq quraraq problemləri çözmə texnikasıdır. Qarşınızda bir boş stul olur. O cismən boş olsa da sizin xəyalınızda o boş olmur. Və həmin o boş stula siz hər hansı bir duyğunuzu, düşüncənizi və yaxud da hər hansı bir insana qoya bilərsiniz. 5 mərhələdən ibarətdir. Birinci mərhələ hazırlıq mərhələsidir ki, psixoloq, psixoterapevtlər pasiyentini bu texnikanın gedişatı barədə məlumatlandırır və pasiyent özü artıq ora nəyi və yaxud da kimi qoyacağını öncədən müəyyənləşdirir. İkincisi isə duyğuların ifadə edilməsi mərhələsidir və bu mərhələdə insan ona əziyyət verən, ona acı verən duyğularını ifadə etməyə başlayır. Üçüncü mərhələ isə rol dəyişməsidir. Bu mərhələdə isə pasiyent öz duyğularını ifadə etdikdən sonra qarşı tərəfə keçir, boş olan stula keçir və öz dediyi fikirlərə isə cavabları verməyə başlayır. Və dördüncü mərhələ isə artıq çözüm mərhələsidir. Bu mərhələdə psixoterapevtin köməyi ilə, psixoloqun köməyi ilə artıq problemin çözümü müəyyənləşdirilir və 5-ci mərhələ son mərhələsidir ki, qapanış mərhələsidir və burada psixoterapevtin köməyi ilə texnikanı sonlandırırlar və bu texnikanın gedişatı barədə sizinlə bir videoda paylaşacağım və bu barədə siz bu texnikadan istifadə edərək öz problemlərinizi çözə bilərsiniz.